Salam əziz izləyicilər, bu videoda kauçuklar haqqında danışacağım. Kauçuklar alkadienlərin polimerləşmə məhsuludur. 4 müxtəlif kauçuk haqqında danışacağım bu videoda. Deməli, birinci maddəmiz butadien 1,3-dür və ya digər adıyla divinil. Divinil polimerləşdikdə iki qat rabitələrin ikisi də qırılır və ortada yeni bir iki qat rabitə yaranır. Yəni, alınan uzun zəncir bu formada olur. Buna deyirik divinil kauçuku və yaxud butadien kauçuku. İkincisi 2-metil butadien 1,3. Digər adıyla izopren də deyirik bu maddəyə. İzoprenin polimerləşməsi zamanı yenə də iki qat rabitələrin ikisi də qırılır və ortada yeni bir iki qat rabitə yaranır. Əmələ gələn polimerin formulu bu şəkildə olacaq. Buna deyəcək izopren kauçuku. İzopren kauçuku təbii kauçukdur. Yəni Braziliyada bitən Hevea ağacının şirəsi bərkiyib kauçuk olurdu və həmin ağacın şirəsi ilə izopren kauçuku ilə eyni tərkibdədir. Yəni sualda rastınıza çıxsa təbii kauçuk hansıdır? Siz götürürsünüz cis poliizopren. Üçüncüsü xlorprendir. Xlorpren və yaxud 2-xlor butadien 1,3 də deyə bilərik beynəlxalq adıyla. Xlorpren də polimerləşdikdə yenə eyni mexanizmlə iki qat rabitələrin ikisi də qırılır, ortada yeni bir iki qat rabitə yaranır və formul olur bu şəkildə. Ortada yeni bir iki qat rabitə CH2N. Bu da olacaq xlorpren kauçuku və dördüncüsü stirol və divinil. Butadien 1,3. Götürürük. Burada birgə polimerləşmə baş verir. Digər adıyla buna sopolimerləşmə də deyirlər. Birgə polimerləşmə reaksiyasında nə baş verir? Stiroldakı iki qat rabitə qırılır. Divinildəki iki qat rabitələrin ikisi də qırılır. Və divinildə ortada yeni bir iki qat rabitə yaranır. Və bu iki maddə bir-birlərinə birləşirlər. Uzun zəncir olur bu şəkildə. Bu stiroldan qalan hissədir. Bu da divinildən qalan hissədir. Buna deyirlər butadien stirol kauçuku. Bu da rastımıza çıxa biləcək dördüncü kauçuk. Növbəti videolarda görüşənədək.